Bismillahirrahmanirrahim. Bugünkü məsələmiz belədir. Bir həkim var ki, həkim şəriət icazəsi olmadan uşağı abort etmir, uşağı düşürmür. Valideynlər bunu bilirlər və uşağın valideynləri həkimin təqlid etdiyi müctəhidin fətvasını dəyişdirirlər, saxtalaşdırırlar, həkimə təqdim edirlər. Həkim də bu fətvaya əsasən uşağı düşürür, uşağı abort edir. Bu halda qan pulunu, diyəni kim ödəməlidir və kimə çatacaq? Cavab belədir. Əgər həkim təqlid etməsi vacib olan aləm müctəhidin adından yazılan fətvanın doğruluğuna inanıb və ona istinad edərək abort edibsə, bu halda diyəni həkim deyil, valideynlər ödəyəcək. Uşağın vərəsələrinin ikinci təbəqəsinə bilirik ki, vərəsənin birinci təbəqəsi valideynlərdir. İndi ki, diyə ödəyən valideynlər olduğuna görə artıq özlərinə yox, ikinci təbəqəyə ödəyəcəklər. Nənədir, babadır, bacıdır, qardaşdır. Bu halda ödənəcək. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.